Azərbaycanda siyasi məhbus yoxdur. Ümumiyyətlə bu anlayış Azərbaycan üçün ziddir. Siz fikrinizi bildirin də olar. Bəli, mən fikrimi bildirdim. Azərbaycanda siyasi məhbus yoxdur. Ümumiyyətlə bu anlayış Azərbaycan üçün ziddir. Törətmiş olduğu cinayət üzrə saxlanılan şəxslər var. Amma inancılı olduğuna görə və ya siyasi baxışına görə bu məsələ Azərbaycan üçün ziddir. Bax bu ləkər ombudsman Səbinə Əliyevadır. Bilirsiniz kimdir? Saxta deputat Siyavuş Novruzovun həyat yoldaşı. Görürsünüz də bu utanmaz nə deyir? Deyir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ay Səbinə xanım, utanmasan oynamağa nə var ki? Bilirəm, sizdə şərəf və vicdan deyilən şey yoxdur. Amma deyim, bugün şərlənərək həbs olunan Azərbaycanın mərd oğlu Tofiq Yaqubluya hökm oxunub. Tofiq Yaqubluya heç nədən 9 il həbs cəzası veriblər. Ay Səbinə xanım, gözlərinizi açın və onda görəsiniz ki, Azərbaycanda siyasi məhbuslar var. Tofiq Yaqubluya azadlıq. Səbinə xanıma və Siyavuş Novruzova isə vicdan, şərəf arzulayıram. Azərbaycanda siyasi məhbus yoxdur. Salam hörmətli həmvətənlər. Bu ölkədə hüquq adına heç nə qalmayıbdır. Ölkəni bir azğın mafiya, azğın quldur dəstəsi idarə edir.